Kızlar sabahınız xeyrim deyirəm, çox yaxşısınız. Dolu məhsullar almışam, yəni o qədər qəşəng məhsullar almışam. Hamısı da hər evə lazım. Elə ev yoxdur ki, ona lazım olmasın. Hər evə lazım olan məhsullar almışam və sizdən bir sizə bölüşəcəm. Hamısını video şəklində vlog eləyib YouTube-da atacağam. İstifadə edin. Yəni nə görürsüz, nə lazımsa hamısını istifadə edin, sizlə bölüşəcəm bir-bir. Bəli xanımlar, çox düz eşitdiniz. 3-5 manat aldığım məhsulları sizlə bölüşürəm və ən əsası istifadə edin. Effektlərini də sizə bir-bir göstərirəm. Hər birini video şəklində. Daha effektini rahat görməyimiz üçün biz çöldə əlavə istifadə etdiyimiz qazda yoxlamaq istəyirəm. İndi baxaq bunun effekti necə olacaq. Videoda da gördüyünüz kimi qaz təxmini 30-35 ilin qazıdır, çöl qazımızdır və ağ rəng olduğu üçün daha effektiv nəticəsini görməyimiz üçün bu qazda yoxlamaq istəyirəm. Siz məhsulun effektliyinə baxın, mən də necə əldə etmişəm onu danışım. Təsəvvür edin ki, bu qədər məhsula öz çalışdığım yerdən cəmi cümlətən 15 manat ödəyərək almışam. Necə? Hər kəsə bəlkə də maraqlıdır. 8-9 ədəd məhsul var. Özüm işləmişəm, komandamı yaratmışam və aylıq qazancımdan cəmi cümlətən 15 manat almışam bu qədər məhsulu. Və bizim şirkət elə bir şirkətdir ki, təsəvvür edin ki, artıq heç bir xərciniz çıxmır. Hər evə lazım olan bütün məhsulları çox münasib qiymətə alırsınız. Aylıqda maaş qazanırsınız və bunların hamısını evdə oturaraq edirsiniz. Sadəcə gün ərzində 1-2 saatınızı ayıraraq istifadə etdiyiniz məhsullar. Mən əminəm ki, hər evdə persoldur, yəni yağ sökücüdür, müxtəlif təmizlik vasitələridir. Hamam üçün, hər bir şey üçün istifadə olunur. Kosmetika deyil, baxım vasitələri deyil ki, yəni qənaət edəsiniz. Bunlar hamısı hər evə lazım olan qab şampundur, paraşokdur, hər biri istifadə olunur. Sadəcə siz bunları alaraq həm maaş qazanırsınız, həm də çox münasib qiymətə əldə edirsiniz. Bizim şirkətdə tək təmizlik vasitələri mövcud deyil. Bir xanım üçün, bir ev üçün nə lazımdırsa, hər biri şirkətimizdə çox münasib qiymətdə mövcuddur. İndi isə qazımızın nəticəsinə baxaq. Bu videoda da göstərdiyim kimi qazın qırağındakı ağlar, çıxmayan ləkələr 30-35 ilin qazı olduğu üçün, yəni normaldır. Təmizliyini bəyəndim. Yəni qazın ilk halını görmüşdünüz ki, çox ləkəli haldaydı və burada məhsulu göstərirəm. Bu hissədə qazın qırağında sarı hissələri və qazın ön hissəsini görürsüz. Ora 30 ildən yuxarı olduğu üçün, yəni normaldır o hala düşməyi. Bu bizim həyat qazımızdır və ona görə normaldır mənim fikrimcə, amma təmizləməyi çox qəşəng təmizlədi. Əlcəklərim də həm ələ müayinə keçirtmədi, həm də əlcəklər vasitəsilə də daha rahat işi görmək olur. İndi isə keçirik xaldenikə. Yəni xaldenikdə də burada telefonda bilinir, yoxsa bilinmir, bilmirəm. Bəzi hissələrində ləkələr var idi. Burada da göstərirəm yaxından və xaldenikdə göstərdiyim məhsulla başlayıram təmizləməyə. Burada onun da effektini görəcəksiniz. Videoda bilinir, bilinmir, amma xaldenikin bəzi yerlərində, bu hissələrində həqiqətən ləkələr falan var idi. Sizlə bir yerdə indi onu bölüşərik ki, nə cür nəticə verəcək. Yenə də xaldenikdə biz navisdəki, həyatdakı xaldenikdə yoxlayıram ki, sizin üçün effektini daha rahat göstərə bilim. Burada Faberlic'in özünün əskisindən istifadə edirəm. Çox mükəmməldir. Şüşələrə, hər bir şeyə mütləq alıb sınayın. Dağılıb ləkələr. Bu şüşədə var, bu şüşələrin üstlərində var. Bu hissələrdə var. Baxın necə şüşələr ləkəlidir. Neysə. Baxaq bir yerdəki effekti necə olacaq. Bu da xaldenikimiz son haldı. Məhsulu sadəcə suya bir miqdar qataraq qarışdırıb xaldeniki silmişdim. Çox idealdır. Demək olar ki, ən bəyəndiklərim xaldeniklə qazın içərisində oldu. Burada hamısını baxın, yaxından da sizə göstərirəm. İndi xaldenik sözümdə səhv tapsaz, ümid edirəm ki, 90% insanlar evdə xaldenikdir. İndi isə bu iki məhsulu istifadə edib yoxlayacağım sizinlə. Bir bu, bir bu. Bunu rakvenik üçün görürsünüz içini. Bunu isə bu başlıqlar üçün və bu başlıqlar üçün istifadə edəcəm. Yenə də siz buradakı təmizliyə baxın. Mən işin daha gözəl tərəfləri haqqında sizə məlumat verim.
Qızlar, təsəvvür edin ki, gəlib qeydiyyatdan keçirsiniz, bir yerdə komandamızı böldürük və siz qeydiyyatdan keçən zaman 2 ədəd ətir qazanırsınız. Ətir istifadə eləməyən qadın yoxdur. Tamamilə bu mənim paylaşdığım məhsulları istifadə eləməyən evdə qadın yoxdur. Bunu hər kəs bilir ki, hər evə lazımdır. Sadəcə qeydiyyat olursunuz. Qeydiyyat olduqdan sonra evə lazım olan məhsulları alırsınız və maaş alırsınız, komandanızı yaratırsınız. Mənim komandamda olsaz, bilin ki, yəni mənim 3000-dən yuxarı kontaktım var. Maşallah olsun 5000-ə yaxın qrupum var. Mən sizi özüm qabağa çəkəcəm. Yəni özüm necə hal-hazırda maaş alıramsa, sizi də o formada maaşa çıxardacağam. Siz sadəcə qeydiyyatdan keçirsiniz və bizim baş mencerimiz Afət xanım sizə hər bir şeyə başa salır, sizi rahatlıqla heç denəmədən o sizə hər bir şeydə kömək edir. Sizə hədiyyələr, hər bir şey və rahatlıqla siz evdə oturaraq yenə qeyd edirəm. Həm məhsullarınızdan istifadə edirsiniz, həm maaş alırsınız, həm pulunuza qənaət edirsiniz, başqa yerdən bahalı götürmürsünüz. Mən burada sizdən yoxlayıram ki, effektini görərək rahatlıqla sifariş edin. Yəni effektini görərək rahatlıqla ala biləsiniz deyə burada hər bir məhsulu yoxlayaraq sizə video rolik şəklində gətirmək istədim. Etməli olduğunuz şey o qədər asan və sadədir ki, sadəcə olaraq bizim komandaya qeydiyyat olursunuz və istifadə etdiyiniz məhsulları alırsınız. Necə qoşulum deyirsinizsə, mən burada WhatsApp kanalını yerləşdirəcəm. WhatsApp kanalından keçərək orada sizə Afət xanım hər bir şeyi çox gözəl bir şəkildə izah edəcək. Bizim şirkətdə sadəcə bu məhsullar yoxdur. Sadəcə olaraq mənə bu məhsullar lazım olduğu üçün hal-hazırda bunları sifariş elədim. Bundan qabaq çox məhsul almışam. Niyə bölüşməmişəm? Çünki yəni mən inanmırdım hamı kimi. Özüm marşa çıxmağımı gözlədim ki, marşa çıxım. Və həqiqətən, yəni belə bir şey olduğunu inanım, ondan sonra sizlə bölüşüm. Mənim çox yüksək bir ətrafım var. Ümid edirəm ki, hamı da bundan yararlanar, rahatlıqla 3-5 manata məhsullar sifariş edə bilər. Çox gözəl, çox möhtəşəm indirim kampaniyalarından rahatlıqla istifadə edə bilərsiniz. İşləmədən, çölə çıxmadan sadəcə bunların hamısını evdə oturaraq eləməyiniz kifayətdir. Gün ərzində 1-2 saatınız gedir, 1-2 saata bütün yəni rahatlıqla hər bir şey çatdıra biləcəksiniz. Adam gətirməyə, komanda yaratmağa ehtiyac yoxdur. Hər birini mən edirəm. Siz sadəcə qeydiyyat olub özünüzə lazım sifariş edirsiniz.